Yaxınlıqdakı beton zavodun tozu həyətlərinə, evlərinə və nəfəslərinə dolur. Lökbatan qəsəbəsində yerləşən Cənub Qapısı yaşayış kompleksinin sakinləri 3-4 ildir ki, bu problemdən əziyyət çəkir. Onlar deyirlər ki, yay-qış ətraf toz-torpaq olur. Zavoddan qalxan toz ucbatından nə pəncərələrini aça bilirlər, nə də həyətdə gəzə bilirlər. Biz burada yaşaya bilmirik. Yəni burada bu beton zavod var. Bizə çox mane olur. Toz, gecələr yatmağa imkan vermirlər. Bu isti yay havasında biz pəncərələrimizi aça bilmirik ona görə ki, toz evimizin içindədir. Yay, qış daim belədir. Daim belədir. Yaşamaq mümkün deyil. Nə gecəsi var, nə gündüzü. Maşınlar gəlir, yükünü boşaldır, çox vaxtda burada qalırlar. Çəkişlə vururlar, taqqı dəmirin səsindən yatmaq olmur. Tozdakı göz qabağındadır. Sakinlər deyir ki, zavodda həm axşam saatlarında, həm həftə sonları, həm də bayram günləri iş gedir. Altı bilmirlər, bazar bilmirlər, bayram bilmirlər, gecə bilmirlər, gündüz bilmirlər. Bunlar iş şəraiti. Toz torpaqdakı yerində. Bax, indi o çənləri görürsünüz də siz. Ora hər gün bir dəfə, iki dəfə onlar siment vururlar. Siment vuranda o bütün aləm, hamısı olur toz torpaq. Heç olmasa yeri sulayalar, nə bilim, gecə işləməyərlər. Axır insanlara qarşı bir mərhəmət göstərirlər də. Birincisi bizim nəfəsimizə dolur. Bu bizim üçün yəni xəstəlikdir. İkincisi maşın yuduzduruq gəlir, saxlayırıq, səhər baxırıq həmin vəziyyətdir. Beton üstünə. Heç bir qanunda yoxdur ki, yaşayış yerinin yanında beton zavod açılsın. Yəni biz nəsə müraciət etmişik. Mümkün deyil. Məsələ ilə bağlı mövqe öyrənmək üçün sözü gedən beton zavoduna yaxınlaşdıq. Rəhbərlik mikrofonumuza müsahibə verməsə də şifahi olaraq bildirdi ki, sakinlərdən gələn şikayəti nəzərə alaraq zavod həftə sonları və bayram günləri fəaliyyət göstərməyəcək. Həmçinin havaya qalxan tozun minimuma endirilməsi üçün tədbirlər görüləcək. Şəbnəm Qurbansoy, Aydın Bayramov, Xəzər xəbər.